Olsun Orxan Lökbatan, nə boyda gözəl şairdir, amma oxumağına mən etiraz eləməmişəm ki. Orxanın oxumağına mı etiraz edirsən? Mən də meyxananın belə bir Orxan mənim dostum deyil. Mən 2 gündən bir yazışıram, danışıram. Amma Orxanı tanıyıram. Orxanı tanımaq. Bunu xəbər kimi eləmək istəyirsən, sən niyə tanımırsan? O lazım deyil. Mənim qalmaqalına işim yoxdur. Çünki Asir xanımı xəbərlərə qatmaq lazımdır gətirin. Qatırsansa mənə qat. Orxan mənim dostumdur, əziz dostumdur. Amma oxumağı bayağıdır da, məsəl üçün də. Özünə demirsənmi, Orxan, sən bayağı oxuyursan? Əlbəttə ki, demişəm, burada nə var ki. Amma ki, mən istəmirəm bu barədə xəbərlər kimi çıxsın, çox xahiş edirəm sizdən. Amma sən canlı yayımda deyirsən ki, Orxan Lökbatanlı bayağı ifaçıdır və deyirsən ki, mən bunun xəbər kimi çıxmasını istəmirəm. Bunu yaxşı İsa vermədi. Bir saniyə, bunu İsa vermədi. Bunu dostumuz Zəhra vermədi. Bunu dostumuz Pəqviz vermədi. Bunu tanımadığımız Əli, Vəli, Pirvəli götürüb verəcək, səhv deyirəm. Qoy versin də, indi qulaq asın. Biz verməyək. Meyxanaçı kimi mən onların sənətinə böyük hörmətim var. Bilirsiniz, indi onlar da pul qazanmaqdan ötürü elə musiqilər ifa edirlər bəzən. Amma ki, bu yaxınlarda hər ikisinə müraciət eləmişəm. Orxana da müraciət eləmişəm ki, mənə təcili şeir yazmaq lazım idi. Sağ olsun. 2 saat ərzində mənə bir şeir göndərdi. Biz konsert təşkil eləmişdik.